Hər vaxtınız xeyir olsun. Mən sizi Culfaranın Göydərə kəndindən salamlayıram. Doğulub, böyüdüm evdən və eyni zamanda kənddən. Bax, bu qarşı tərəfdə gördüyünüz bu dağ İlanlı dağıdır. Biz İlanlı dağ deyirik, indi Hatça dağ da deyirlər. Belə gəl, sevil zəhmət olmasa. Bax, bu tərəfdəki, bax, o gördüyünüz, bu Əlincə qalasıdır. Topal Teymurun 14 il mühasirədə saxladığı həmin qaladır. Bura bizdə əvvəl biraz iş görmüşəm, bura kəsib təmizləmişəm. İndi bir neçə günə burada YouTube'da yenə paylaşacağım. Görəcəksiniz buranın əkməyimizi filan. Ora sarımsaq əkmişəm, ağaclardır. İndi isə, bax, bura Narxalagen evidir. Bu isə, Allah rəhmət eləsin, Kazım müəllimin evidir. Eldəniz, belə deyim də, Əli, Heydər, Nazim, Aslan, Eldəniz, Aslandan sonra Gülbəniz, Eldəniz, Vəfadar və Mama xala analardır və çox sevirəm hər birini. Burada xanım qonşugeyin evidir, orada rəhmətli Hacı Həkimgeyin, indi İsmailgeyin Nərminə xala qar. Biz burada əvvəl istəyirəm ki, mən sizə yaşadığım yeri göstərim ki, harda yaşamışıq, lap əvvəllər. Bu evimizdir ümumi. Bax, bura mən nə maraqlıdır, sizə göstərəcəm. Bu bizim lap qədimi evimiz bura olub. Rəhmətli babam, Xaməmməd kişi, Mirzə Xaməmməd, burada qalırdıq ova. Qış ayları, qışda soyuq olurdu deyə məcbur orada qaldıq. O vaxtda odun filan olmurdu, kərmə, təzək yandırdıq, sonra kömür oldu, kömür yandırırdıq. Bura su anbarımızdır. Bu isə bizim bir padval var, ora açıb sabahki bir neçə gün sonraki part 2-də, videoda orada olan nələrimiz var qədimi, onları göstərəcəm. Amma bu bizim rəhmətli anamın şifaneri olubdur. O vaxtda bax bu şifanerin içində bax burada yazıb. Deyirdi ki, mən bura yazmışam ki, uşaqlarım olanda nəvələrim adını qoyacam. Kifayət və cəsarət adını çox bəyənirdi. Sonra övladlarımız oldu, anama dedim, anam dedi ki, yox, o vaxt cavanlıqda yazmışım. Bunu da qızım Sevilə cehiz verəcəm. Bax, bu servantı, Sevil, söz-söhbət yaratmarsan. Qəşəng cehizlikdir. Bu padval da part 2-də için göstərəcəm. İndi istəyirəm ki, sizlər üçün yuxarıda olan evimizi göstərim. Sonra bunlar göstərərəm. Deməli, bax, bura bizim evimizdə, əvvəl bizim bu balqon buracan idi. Bax, buracan. Burada da tambur yox idi. Burada yerlər sahib yatırdıq. Hətta mən bir dəfə buradan yıxıldım, ərik ağacımız var idi, ona ilişmişdim. Arxası üstə, belə, istədim belə dayanım, yıxıldım, dal üstə belə getdim. Bir dəfə də rəhmətli mamam yıxılıb, bir dəfə də qızım Sevil yıxılıb, bax, buradan. Sonra mən buranı böyütdüm, belə artırdım, artırma elədim. Ki, biraz bura böyük olsun. Bax, burada yemək yerdik, avdıq elirdik yayda, qışda. Yayda burada yatırdıq, bunun üstü açıq idi, ulduzlar sayırdıq. Evin eyvanına çıxdıqda, gəl bura. Bax, görürsünüz, birbaşa İlanlı dağı bizi sanki salamlayır. Bu tərəfdə isə gördüyünüz, bura isə Genli dağıdır. Gəlin qaya, ora sıldırım deyirlər. Bu tərəfdə dəlik daş deyirlər. Qarşı tərəfdə də Meqri ərazisinə olur. Ordubad və Meqridir, qarlı dağlardır o tərəf. Buludludur, tam görsənmir. Bizdə bax buna şüşəbənd deyirlər sizdə, bizdə aynəbənd deyirlər buna. Və məsələn, oradakı bu heyva, ağac bunlar sonradan əkilib. Bunu da anam sonradan əkib və bunu kəsməyim deyə bu ağacı burada. Bu çiçəkliyir, bar verir. Şampan gilanar deyirik, iri. Bax, bunu bax, bu qaydada elədim və kəsmədim. Belə qaldı. İndi isə daxil oluram evimizin içərisinə. Qapı oradan da var, buradan da. Bu isə mətbəx tərəfə daxil olur. Kofe burada dəmlənsin, mən sizə evimizi göstərim. Deməli, bura bizim kəllə otaq deyirlər. Kəllə otaqdır. Kəllə nədir? Kəllə bilmirəm ki, nədir. Hə, yox, biz kəllə ortaq deyirik. Bura, əvvəl bura belə deyildi, fərqli idi. Bax, bu tərəfdə gördüyünüz kimi
mamam bir balaca mətbəx eləyib. Orada da sanitar qovşağı və hamam var. Burada isə bizim bir dənə yataq otağı mövcuddur. Bu isə rəhmətlik Mirzə Xaməmməd, babam, bu da Almas nənəm, bu da anam, mən. Bu da rəhmətlik babamın Quran kitabı idi. Və davam edək. Göstərim yenə. Hə, bu qapı xüsusi qapıdır. Bunu rəhmətlik atam eləyib. Atamın əl işi olub. Müəllim olmağına baxmayaraq əvvəllər elə bu işi ilə də məşğul olub. Orada maral və qapı bir bu. Bu tərəf var, bir də ortası var. İndi isə gəl. Qapının bax üstündə əl işi, maral əl işləməsi var və bu arada istəyirəm ki, burada rəhmətli Həsən babam və rəhmətli anam şəkillərdir. Şəkil 1951-ci ildə babamın şəkil çəkilib. Sonra 1960 hardasa 66-cı ildə isə anamın şəkili çəkilibdir. Və belə. Bunu mənim bir dostum hədiyyə eləyib, Elçin dostum hədiyyə eləyib. Sırf əl işi ilə rəssam işləyibdir. İndi isə gəl, bax bura. Və bu qapıların hər birini atam düzəldib mənim. Bura biz deyirik aynəbənd. Bura aynəbənd deyirik. Bu otaqda, biraz əvvəl palazları açdım göstərməyə. Və bu keçi qəzilindən hazırlanmış, çox ağırdır, qaldıramıram. Bax, çox böyük bir palazdır. Amma bu xüsusən də keçi tükündən hazırlanıb, boyanıb. O vaxt ki, bitki boyaları ilə rəhmətli anama nənəm cehiz verib o vaxt. Nənəm verib. Amma anam toxuyub kız vaxtı. Bu belə. Bu isə, bax bu yerdəki bu. Bu anamın özü toxuyub, əl işidir. Bax. Görürsünüz. Bu isə kilimdir. Əl toxumasında olan çox böyük bir kilimdir. Bir də burada zolaqlı bir belə keçi qəzilindən olan özü toxuduğu palaz var. Bu İrəvan şifaneridir. Bu da servantıdır. Bu da rəhmətli atamın şəkilidir. Amma digər şəkillər, albomlar və eyni zamanda anamın lap belə qədimi olan qablarını isə sizə başqa vaxt göstərməyə çalışacağam. Hər cür qablar var və eyni zamanda mənim babam anadan olub 1896-cı ildə, 1916-cı ildə də ilk işinə başlayıbdır. Ondan hər biri də sandıqda var. Göstərənən part, yəni ikinci hissədə, ikinci part 2-də, ikinci hissədə. Bu tərəfdə isə yenə sanitar qovşaq var və çox böyük bir mətbəx də mövcuddur. İndi isə davamı, daxildə olan bizim lap qədimi olan şəkillər, sandıq açılmaq isə ikinci hissədə sizinlə görüşərik. Özünüzdən müğayət olun.